Salam uşaqlar, bu gün dərsimiz nüvə və nüvvəcikdir. Həmçinin xromatin, xromatid və xromosomun fərqi haqqında məlumat verəcəm. Nüvə ekariot hüceyrələrin hüceyrə strukturunda var. Yəni ekariot hüceyrələrdə olur. EO yaxşı karyon nüvə deməkdir. Nüvə ilk dəfə Brown tərəfindən kəşf edilib. Latınca nukleus, Yunanca karyon nüvə deməkdir. Nüvə özü iki membranlıdır, lakin membranı plazmatik membrandan fərqlənir. Plazmatik membrandan fərqli olaraq nüvə membranları daha iri məsamələrə malikdir. Onların məsamələri daha böyük və daha iridir. Nüvə qlafdan, nüvə şirəsi, yəni karyoplazmadan, nüvvəcik və xromatindən ibarətdir. Nüvvəcik görürsüz, nüvənin mərkəzində yerləşir. Qaraciyər, sümük iliyi, enozolaqlı skelet əzələlərinin hüceyrələrində nüvvələr çox olur. Amma əksər hüceyrələrin nüvvəsi bir ədəddir. Və nüvvədə xromosomlar yerləşir. Çox nüvvəsi olan hüceyrələrdə xromosom sayını tapmaq üçün nüvənin sayını xromosoma vururuq, xromosomun sayına vururuq. Məsələn, insanın hüceyrəsinin nüvvəsində 46 ədəd xromosom var. Enozolaqlı əzələdə olan xromosom sayını soruşsa, enozolaqlı əzələ çox nüvvəlidir. Hər nüvvədə 46 dənə xromosom olduğu üçün nüvənin sayını 46-ya vurarıq. Nüvvəcik və nüvvə şirəsi, yəni karyoplazma. Nüvvəcik nədir? Nüvvəcik membransızdır. Nüvvə daxilində yerləşir, sayı 1-dən 10-a qədər olur. Bərk dairəvi kürə şəklində olan cisimcikdir. Xromosomun ikinci gərilməsində əmələ gəlir. DNT, RNT və zülallardan ibarətdir. Karyoplazma, yəni nüvə şirəsində nələr var? Karyoplazmada olur xromatinlər, nüvvəcik, fermentlər, zülallar, amin turşuları, sərbəst nukleotidlər. Transkripsiya prosesi karyoplazmada gedir, yəni nüvvədə. Nüvvəcikdə formalaşır ribosomun hissələri. Bu gördüyünüz nüvənin membranıdır. Görürsünüz, membranda olan məsamələr daha iridir. Nüvə membranı endoplazmatik şəbəkə ilə tor kimi əhatə olunmuşdur. Bu hissdə dənəvər endoplazmatik şəbəkədir, üzərində ribosomlar var. Bu isə hamar endoplazmatik şəbəkədir. Endoplazmatik şəbəkə nüvə membranını hüceyrənin plazmatik membranı ilə əlaqələndirir. Baxaq xromatin, xromatid və xromosom fərqinə. Bütün dedik nüvvələrdə xromosomlar olur. Xromosomlar sap şəkilli, spiralı açılmış şəkildə nüvvədə yerləşir. Əgər xromosomlar sap şəkillidirsə, yəni hələ spirallaşmayıbsa, bunlar adlanır xromatin. Xromatinlər, xromosomlar və xromatid eyni tərkibdən ibarətdir. Yəni eyni bir cisimdir, belə deyək ki. Sadəcə formasının fərqinə görə müxtəlif adlandırılır. Hər üç ada sahib olan eyni bir varlıq var və bu ibarətdir DNT-dən və histon zülalından. Bu gördükləriniz zülallardır. Yəni həm xromatin, həm xromatid, həm də xromosom histon zülalı və DNT-dən ibarətdir. Əgər xromosomlar spiralları açılmış sap şəklində nüvvədə yerləşirsə, xromatin adlanır. Baxın, sap şəkillidir, spirallaşmayıb. Bunlar xromatinlərdir. Sonra xromatinlər qısalıb, yoğunlaşıb, spirallaşıb ya bir xromatidli ya da iki xromatidli xromosoma çevrilir. Xromosomlar bir xromatidli ola bilir və iki xromatidli ola bilir.
Dedik ki, xromosomlar ibarətdir DNT-dən və onların arasında yerləşən histon zülallarından. Siz burada görürsünüz, bir xromatid. Bu xromatid xromatinin spirallaşıb yoğunlaşması nəticəsində yaranmışdır. Və bu xromatid özü elə xromosomdur. Yəni, bu bir xromatidli xromosomdur. Və xromatid ibarətdir DNT-dən. Xromatid sayı DNT sayına bərabərdir. Dedik, xromatid, xromosom, xromatin DNT və histon zülalından ibarətdir. Xromatid sayı DNT sayına bərabərdir. Bir DNT-nin 2 zənciri var. Xromosomlar bir xromatidli, yəni bir çubuqlu və 2 xromatidli, yəni 2 çubuqlu ola bilir. 2 çubuqlu bir xromosom görürsüz, bir çubuqlu bir xromosom görürsüz. Çubuq sayı xromatiddir. Xromatid DNT-yə bərabərdir sayca. Və burada da bir xromatidli xromosom var. Hər bir xromatidin sentromer hissəsi var. Və bu sentromer hissədən DNT ikiləşib birləşir. Yəni, bu bir ədəd 2 xromatidli xromosomdur. Bir xromatidli bir xromosom, 2 xromatidli bir xromosom görürsünüz. Uşaqlar, xromosom sayı N-dir. Xromatid sayı isə C hərfi ilə işarə olunur. Burada bir xromatid varsa, bir C var deməkdir. Və bu xromatid sayı bir ədəddir. Elə deməli, bir ədəddə xromosom var. Və burada bir xromosom görürsünüz. Deməli, bu da N-dir. NC deməkdir. Bir xromatid, bir xromosom. DNT sayını soruşsa, bir xromatid olduğu üçün bir ədəddə DNT var. DNT-nin zəncir sayını soruşsa, bir DNT 2 zəncirlidir. Sonra burada isə xromatidlər ikiləşib 2 xromatidli bir xromosom yaradıb. Bir xromosom olduğuna görə xromosom sayını soruşursa N deyirik. Amma neçə xromatid var? 2 xromatidi var. Deməli, xromatid sayı necə olacaq? 2C. Çünki 2 dənə xromatid var. N 2C. DNT sayını soruşsa, DNT sayı xromatid sayına bərabərdir və 2 ədəddə DNT-si var. Yaxşı, bir xromosom 2 xromatidli olanda neçə DNT zənciri var desə, bir DNT-nin 2 zənciri olduğuna görə 2 xromatidli xromosomda 4 zənciri var. İnterfazadan əvvəl, yəni interfazanın sintetik mərhələsinə qədər, əgər desək ki, bu bakteriya hüceyrəsidir, bir xromosomu var və bu zaman NC ilə işarə etsək, bir xromosom N və bir xromatiddən ibarətdir C olacaq, yəni NC. Sonra interfazada isə DNT-nin ikiləşməsi baş verir. DNT ikiləşən zaman xromatid sayı 2 dəfə artır. Yəni, xromosom sayı dəyişmir, N olur, bir ədəd xromosom olur. Bayaq bir xromatidli bir xromosom idi. Sonra interfazada DNT ikiləşir, 2 xromatidli bir xromosom olur. Ona görə N 2C. Və xromatid sayda DNT sayı bərabər olduğu üçün 2 DNT və 4 zəncir olur. İnterfazadan əvvəl və ya bölünmədən sonra xromatidlər bir-birindən ayrılır və nəticədə bir xromatidli xromosomlar yaranır. Həmin bu bir xromatidli xromosomların spiral quruluşu açılıb, sap şəkilli olması nəticəsində onlar xromatinlərə çevrilir. Xromosom yığımı karyotip adlanır.